Bundan əlavə, bugün İsrail tərəfi elan edib ki, biz sürpriz bir əməliyyatlar hazırlayırıq və bu artıq İsrail tərəfindən İrana qarşı əməliyyatlarda növbəti bir anonsdur. Belə ki, ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi Eyal Zamir açıqlama verib. Yaxın Şərqdə gərginlik fonunda İsrail rəhbərliyi İrana qarşı mübarizənin yeni mərhələyə keçdiyini açıqlayıb. İsrail silahlı qüvvələrinin baş qərargah rəisi Eyal Zamir deyib ki, İsrail ordusu İranla qarşı durmada yeni mərhələyə hazırlaşır və bir sıra gözlənilməz addımlar planlaşdırılır. İranla döyüşün başqa bir mərhələsinə keçirik və sürpriz addımlar planlaşdırılır. İsrail Müdafiə Naziri İsrail Katz isə deyib ki, İran daxilində baş verə biləcək siyasi dəyişikliklər olacaq. Biz ümid edirik və gözləyirik ki, İran xalqı bu fürsətdən yararlanacaq və rejimi dəyişdirərək ən optimal nəticəyə nail olacaq. Nazir əlavə edib ki, İran rəhbərliyi İsraili məhv etməyə yönəlmiş proqramları davam etdirmək istəyən şəxsləri vəzifəyə təyin etməməlidir. Nazirin sözlərinə görə İsrail üçün təhlükə yaradan bütün yüksək rütbəli hökumət və hərbi şəxslər potensial hədəf hesab olunur. İstənilən yüksək rütbəli hökumət və ya hərbi xadim bizim hədəfimizdədir deyə Yəhudi Müdafiə Naziri belə qeyd edib.